Sərəncam Azərbaycan Respublikasında milli mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədi ilə verilib. Konsepsiya 3 mərhələdə mədəniyyətin müxtəlif sahələrini əhatə edir. Azərbaycan mədəniyyətinin yaşadılması, qorunması, inkişafı və təbliği istiqamətində dövlət siyasətini müəyyənləşdirir. Burada planlaşılan işlərin səmərəliliyinin və effektliyinin artırılması, vaxtında və sistemli şəkildə aparılması məqsədi ilə müxtəlif dövrlərdə bir neçə dövlət proqramlarının da hazırlanması nəzərdə tutulmuşdur. Nəticələrə hesablanmış yeni idarəetmə və maliyyələşdirmə modellərinin yaradılması, mədəniyyət əmlakının siyahılarının yenilənməsi, abidələrin balans mənsubiyyəti, sərhədləri və mühafizə zonalarının dəqiqləşdirilməsi, mədəni irsin qorunması və idarə edilməsinin qabaqcıl təcrübəyə uyğunlaşdırılması, daşınar mədəni sərvətlərinin yaradılması, qeydiyyatı, mühafizəsi işinə və dövriyyəsinə dair qaydaların təkmilləşdirilməsi, həmçinin mədəni irsin müəyyən edilməsi, araşdırılması, bərpası, qorunması və təbliği sahəsində mütərəqqi bir sistemin yaradılması hədəflənir. Planlaşdırılan işlərin nəticəsi olaraq mədəni irsə vahidləşmə təmin olunacaq, mədəni irslə bağlı məlumat bazaları, mədəni irsin qorunması, o cümlədən bərpası istiqamətində fəaliyyət, mədəni sərvətlərin yaradılması, qeydiyyatı, dövriyyəsi, mühafizəsi işi, həmçinin muzey və qaleriyaların fəaliyyəti və infrastrukturun təkmilləşdirilməsi sahəsində irəliləyişlərə nail olunacaq, mədəni turizm inkişaf edəcəkdir. Konsepsiyanın əsas ideya xətti Azərbaycan xalqının minilliklər boyu formalaşmış mədəni irsinin, dilinin, ədəbiyyatının, musiqisinin, teatr və kino sənətinin, memarlıq və təsviri sənət nümunələrinin qorunaraq müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilməsidir. Burada əsas prinsip ənənə ilə innovasiyanın vəhdətidir. Sənət mədəniyyəti yalnız keçmişin mirası kimi deyil, həm də gələcəyin formalaşdırıcı gücü kimi təqdim edir. Xosrov İbrahimov, Tərlan İbrahimova, NTV Xəbər.